Bakıda Türk Dövlətləri Təşkilatının Xəritəçilik İşçi Qrupunun ikinci iclası keçirilib. İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, eləcə də müşahidəçi statusunda olan Macarıstan və Şimali Kipr Türk Respublikasının geodeziya, kartografiya, yer quruluşu, kadastr, yerin məsafədən tədqiqi və coğrafi informasiya sistemləri üzrə müvafiq qurumlarının nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirinin birinci müavini Rəşad İsmailov keçirilən iclasın regional səviyyədə vahid standartların tətbiqi, ortaq tematik xəritələşmə işlərinin genişlənməsi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bugün Türk Dövlətləri Təşkilatı təkcə əməkdaşlıq məkanı deyil, həm də mühüm geosiyasi təsirə çevrilir. Azərbaycan olaraq biz xəritəçilik, geodeziya və GIS sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinə xüsusi önəm veririk. Bu sahədə formalaşdırdığımız yeni yanaşmalar artıq regionda bərpa və inkişaf proseslərinin planlaşdırılması üçün nümunəvi model kimi qəbul olunur. Xəritəçiliyin əsas məqsədlərindən biri dövlətimizin müdafiəsini, təhlükəsizliyi təmin edən xəritələrdir ki, bu xəritələr də bildiyiniz kimi bizim uğurlu zəfərimizdən sonra, 44 günlük müharibədən sonra xəritələr daha da əhəmiyyət kəsb etdiyini nəzərə alaraq xəritələr yeniləndi. Müasir sistemlərdə 3D formatında topoqrafi xəritələr rəqəmsal formatda hazırlanaraq ölkəmizin ən əsas güc strukturlarına təmin edilir. Bunun böyük əhəmiyyətlərindən biri də Türk dövlətlər çərçivəsində vahid xəritələrin hazırlanması, vahid şərti işarələrin hazırlanması, türk dilli toponimlərin, hidronimlərin vahidləşdirilməsi üçün tərəfimizdən toplantılar keçirilir, müəyyən məsələlər həllini tapır. Artıq Türk Dövlətlər Təşkilatının xəritəsinin hazırlanmasına başlanıbdır. Tədbir 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu ərəfəsində ölkəmizin geodeziya, kartografiya və coğrafi informasiya sistemləri sahəsində əməkdaşlığını gücləndirməklə yanaşı, ətraf mühitin mühafizəsi və davamlı idarə olunması naminə atdığı ardıcıl addımları nümayiş etdirir.